Salam uşaqlar, hər birinizi salamlayıram. Deyim 20 sınaq kitabından demək sınaq 1-in izahı ilə davam eləyək. Birinci sualla vaxt itirmədən başlayaq. Birinci sualda nə deyir? Deyir ki, demək, informasiyanın neçə növü var? Biz bilirik ki, informasiyanın 5 dənə növü var. Hansı növləridir? Demək, bu informasiyanın vizual informasiya var, audial, yəni səslə eşitdiyimiz informasiya var. Yəni biz bilirik ki, yəni informasiyası var. Biz onu burnumuz vasitəsilə alırıq. Dad informasiyamız var və eyni zamanda toxunmaqla, yəni toxunmaqla aldığımız bir informasiya var. Ona görə də informasiyanın neçə növü oldu? 5 dənə növü olmuş oldu. Sonra informasiyanın xassəsi deyil. Biz bilirik ki, aktuallıq informasiyanın xassəsidir. Tamlıq var, obyektivlik var, etibarlılıq var. Amma diskretlik alqoritmin xassəsidir. Ona görə ikinci sualda cavabımız oldu E variantı. Sonra üçüncü suala keçid alırıq. Görək üçüncü sualda nə deyir? İnformasiyanın emal prosesidir. İnformasiyanın emal prosesi deyəndə nədən söhbət gedir? Burada var, mətnin tərcümə edilməsi informasiyanın emal prosesinə aiddir. Sonra informasiyanın növü deyil. Qoxu informasiyası var. Biz bayaq dedik ki, onu nədir? Burnumuz vasitəsilə demək almış oluruq. Sonra dad informasiyası var. Dilimiz vasitəsilə alırıq. Görmə var, vizual olaraq alırıq. Səs informasiyası var. Biz buna qulağımız vasitəsilə həmən informasiyanı qəbul edirik və buna audial informasiya deyilir. Amma video informasiyası bu informasiyanın təqdim edilmə formasından biridir. Yəni ona görə də cavabımız olur nə? A variantı. Sonra 5-ci suala keçid alırıq. 5-ci sualda deyir ki, informasiyanı qəbul edəcək şəxsin başa düşdüyü şəkildə verilməsi informasiyanın hansı xassəsinə aiddir? Anlaşıqlıq xassəsinə aiddir. Əgər mən informasiyanı demək qəbul edəcək şəxsin başa düşdüyü şəkildə, yəni mən danışıram, qarşı tərəf mənim danışdığım yaxud da ona ötürdüyüm informasiyanı qəbul eləyə bilirsə, yəni onu başa düşürsə, qəbul eləmək yox, başa düşürsə demək ki, mən verdiyim, mən ötürdüyüm informasiya anlaşıqlı informasiya olmuş olur. Ona görə də cavabımız 5-də nə oldu? D variantı olmuş oldu. İndi 6-cı suala keçid alırıq. Deyir, doğru ifadəni müəyyən eləyin. Doğru ifadəni. Cari zamana uyğun olan informasiya aktualdır. Bəli, cari zamana, hal-hazırdakı zamana uyğun olan informasiya aktual informasiyadır. Sonra o biri bəndlərə də nəzər yetirək, bizdən doğru cavabı soruşurdu. Doğru cavab elə 6-da A variantıdır. B-yə də baxaq, deyir, informasiya tamdırsa, o həmişə aktualdır. Xeyr, uşaqlar, burada informasiya tam ola bilər. Amma kimsə üçün də aktual olmaya bilər. Məsələn, hal-hazırda tutaq ki, mən deyirəm ki, məsələsi deyirəm, Nuray səhər kəndə gedir. Bu Nuray üçün tam informasiyadır. Yəni, Nuray üçün hansısa bir informasiya tamdırsa, bu başqası üçün tam ola bilər, amma onun üçün aktual deyil. Yəni, aktual bir mövzu deyil. Ona görə deyirik ki, informasiya tamdırsa, o həmişə aktualdır, xeyr, bu ola bilməz. Yəni, bəzən həmişə aktual da ola bilər, aktual olmaya da bilər. Elmi məqalələrdə informasiya həmişə aktual olur, xeyr. Elmi məqalə var, ola bilər ki, elmi məqalələrdə yazılan informasiya obyektiv informasiyadır. Hər kəs üçün əlçatan ola bilər, hər kəs üçün əlçatan deməyək də, hər kəs bəzi insanların maraq dairəsində olan bir mövzu ola bilər, amma bəzi insanlar üçün də maraq dairəsində olmaya bilər. Ona görə də o hər zaman həmişə aktual olmaya bilir. Sonra D variantına nəzər salaq. Deyir, informasiya başqasının fikrindən asılı deyilsə aktualdır. Xeyr, informasiya başqasının fikrindən, yəni asılı deyilsə bu subyektivdir. Yəni obyektivdir. Yəni məsələn, biri var, mən danışıram, mənim bir şəxsi bir fikrim var. Bu subyektivdir. Biri də var ki, bu fikri hər kəs bu cürə qəbul edir. Artıq bu obyektiv bir fikir olur. Aktual yox. İnformasiya başqasının fikrindən asılı deyilsə, o aktualdır, yox, obyektivdir.
Etibarlı mənbələrdən alınan informasiya aktual olur. Etibarlı mənbələrdən alınan informasiya hər zaman etibarlı olur. Yəni aktual yox. Ola bilər etibarlı mənbədən alınan bir informasiyadır, amma mənim üçün aktual deyil. Yəni mənim üçün marağımda olmayan bir mövzudur. Yəni aktual olmaya da bilir. Demək 6-da məndən nə istəyirdi? Doğru cavab istəyirdi. 6-da oldu A variantı. 7-ci suala baxaq. 7-ci sualda demək nə deyir? Deyir ki, Sezar üsulu ilə şifrələnmiş film sözünün şriftini müəyyən eləyin. Baxaq görək. Bax, tutaq ki, film sözü şifrələnib. Bura yazıram, bax, film. Film sözü şifrələnib. Bu aşağıdakı variantlardan biri alınmalıdır. Tutaq ki, A-nı yazıram. A variantını indi yazaq. A variantında deyir F-dan sonra A gəlif, İ-dən sonra E gəlif, L-dan sonra G gəlif, M-dan sonra da H gəlif. Görək bunların arasındakı açar eynidirmi hər birindən sonra? Deyir F-dan sonra A gəlsin. İndi F-dan sonra əgər F-dan sonra qoy bunu bir başqa rəhlə yazım. Bax, film sözü. Altda da hansı sözü alıb? A, F-dan sonra deyir A gəlsin. Sonra İ-dən sonra E gəlsin. İ-dən sonra L-dan sonra G gəlsin. M-dan sonra da deyir H gəlsin. Baxaq görə indi bunlar arasındakı açara baxaq. Demək, F-dan sonra A gələndə, bax bu mənim F-mdır. F hanı? Bax bu F-dır. F-dan sonra A gələndə görək neçə hərf bu tərəfə? 1, 2, 3, 4, 5. Arasındakı 5 açar olmalıdır. O birisilərdə də eyni olmalıdır. İ-dən sonra 5 addım sonra E gəlməlidir. İ budur. 5 addım sonra 1, 2, 3, 4, 5 gəlir, düşür 7-yə. Demək ki, A ola bilməz. İndi B-yə baxaq. Açar sözləri bütün hərflər arasında eyni olmalıdır. Açar. B-də nə deyir? Bax, B-də B, E, H alınıbdır deyir. B, E, sonra nə? H, I alınıb. Deyir B-dan sonra F gəlib. Baxaq görək B-dan sonra F gələndə hansı aralarındakı açar nə qədərdir? Baxaq görək B-dan sonra F gələndə. Bax, bu budur. Sonra da F gəlib. 1, 2. Yox, B-dan sonra F gəlməyib. F-dan sonra bu gəlib. F-dan sonra bu gəlib. F-dan sonra bu gəlib. B. Baxaq. F-dan sonra bu gəlib. Bax, bu mənim F-mdır. Bu da mənim B-mdır. Görək neçə açardır. Neçə dənə açardısa, bütün hərflər arasındakı məsafə o qədər olmalıdır. 1, 2, 3, 4. 4 olub. Bax, bunun arasında açar 4'dür. İndi İ ilə E-yə baxaq. Bax, bu mənim İ'imdir. Bu da mənim E-imdir. Bax, buradan bura gəlməliyəm. Bax, 1, 2, 3, 4. Bax, burada da 4 oldu. İndi L ilə H-yə baxaq. L ilə H-yə baxaq. Bax, bu mənim L-imdir. L. İndi H-yə da baxaq. H da buradadır. Baxaq görək. 1, 2, 3, 4. Bax, burada da 4 oldu. M ilə İ'yə baxaq. Bax, bu M-dır. M. Nəyə baxaq? İ'yə baxaq. İ də buradadır. Baxaq görək. 1, 2, 3, 4. Bax, burada da 4 oldu. Demək, bütün açarlar hərflər arasında eyni oldu. Ona görə də 7'də oldu nə? B variantı. Keçirik 8-ci suala. Görək 8-ci sualda nə deyir? Deyir ki, Sezar üsulu ilə şifrələnmiş disk sözünün şriftini K bərabərdir 5 ilə müəyyən edin. Demək, Sezar K nədir? 5'dir. Açar 5'dir. 5 saymalıyıq. Yazıram bura disk. 5'dan 5 dənə açar o tərəfə nə verir mənə? 1, 2, 3, 4, 5, 5. İ ilə başlayasın. İ ilə. Baxıram ki, İ ilə başlayanlar var. A da var, D də var, E də var. Amma B ilə C İ ilə başlamır. Ona görə də onları xəttləyirəm. Gedir onlar. Onlar ələndi. Yəni, yerdə qalan variantlarıma baxıram. Sonra İ-dən sonra İ. İ bax budur.
5 açar bu tərəfə. 1, 2, 3, 4, 5. İ-dən sonra n gəlir. Üçündə də gəlir. Sonra baxıram ki, eyni olmayan hansıdır? İ, n eynidir. Üçüncü hərflər bax bundadır İ, N, X, burada da İ, N, X. Demək ki, ya A olacaq, ya E olacaq. Baxıram, burada P-dır, burada da, yox, burada Q-dır, burada da P-dır. Ən axırıncı hərflərinə baxıram. Demək, ən axırıncı hərf film diskdə nədir? K-dır. K-dan 5 dənə o tərəfə. 1, 2, 3, 4, 5. Bax, P-da gəldi, durdu. Demək ki, cavab E variantıdır. 8-də nə oldu? E variantı olmuş oldu. İndi 9-cu suala baxıram. Deyir, şagird Paint proqramında ağ-qara təsviri rəngləyir. O, bu təsvir üzərində hansı informasiya prosesini yerinə yetirmiş olur? Demək, ağ-qara nəyisə rəngləyirsə, nəyisə həll eləyirsə, hansısa mətni tərcümə eləyirsə, bu emal prosesinə aiddir. Ona görə 9-da D variantıdır. Sonra 10-cu suala keçid alırıq. İnformasiyanın qrafik təqdim olunmasına aid deyil. Fotoşəkildir, qrafika aiddir. Çertiyojdur, qrafika aiddir. Nəyinsə çertiyojunu çəkirik. Diaqramdır, qrafika aiddir. Sxemdir, qrafika aiddir. Amma səs yazısı qrafika aid deyil. Ona görə də 10-cu sualda cavabımız C variantı olmuş oldu. Sonra 11-ci suala keçid eləyirik. 11-ci sual deyir, hansı növ antiviruslar vaksinləşmə yolu ilə virusları aldadaraq proqramların yoluxmasının qarşısını alır. Aldadaraq özünün yolunu alırsa buna nələr aiddir? D variantı immunizatorlardır. Niyə immunizatorlardır? Buna vaksinlər də deyirlər uşaqlar, vaksinlər. İmmunizatorlar buna vaksinlər də deyirlər. Proqram təminatında bunu keçmişdik. Proqram təminatında keçmişik. İndi təkrar bir də həmən bölmənin izahının təkrarında bir də o bölməyə qayıtmış olasıyıq. Təkrarda inşallah gələn həftə. Onda daha dəqiq yerinə oturmuş olacaq. Demək, 11-ci sualda cavabımız nədir? D variantıdır. Deyir, hansı növ antivirus vaksinləşmə yolu ilə virusları aldadır? Proqramların yoluxmasını sanki özün yoluxmuş kimi aparır. Ona immunizatorlara aiddir. İmmunizatorları başqa cür vaksinlər də deyirlər. Ona görə də 11-ci sualda cavabımız oldu nə? D variantı. 12-ci suala keçid alırıq. 12-ci sualda nə deyir? Deyir ki, demək, informasiyanın kompleks mühafizə sisteminə aid deyil. Baxın, proqram aparat mühafizəsi var, təşkilatı mühafizə var, qanunverici mühafizə var, mühəndis texniki var, amma şəxsi mühafizə deyilən bir şey biri yoxdur. Ona görə də 12-ci sualda cavabımız oldu C variantı. İndi 13-cü suala keçirik. Antivirus proqramı deyil. Panda Titanum var, AF var, Doktor Web var, Avast var, amma antivirus proqramı deyil. Disk defragmentasiya bu utilitdir. Utilitdir. Ona görə də 13-də oldu cavabımız nə? D variantı. 14-cü suala keçid alaq. Görək 14-cü sualda nə deyir? Bu buradadır. Yarısı da buradadır. Nə deyir? Deyir, əməliyyat sistemini yaxşı bilən və onun nüvəsini yenidən proqramlaşdıra bilən kompüter mütəxəssislərinə nə deyirlər? Bunlar hakerlərdir. Demək, hakerlərdir. Bəli, bax, bunlar hakerlərdir. Sonra nə deyir? Müxtəlif proqramların üzünün çıxarılmasına qoyulan müdafiəni ləğv edə bilən, lakin proqramın zəif yerlərini araşdırıb tapa bilməyən mütəxəssislər bunu təkrarın keçmişik. Mən inanıram ki, siz bunu bilirsiniz. Video gedərkən, baxın, üzərində vurun, saxlayın, cavabı özünüz tapmağa çalışın, sonra izaha qulaq asın. Demək, 2-də nə deyir? Deyir ki, müxtəlif proqramların üzünün çıxarılmasına qoyulan müdafiəni ləğv edə bilən, lakin proqramın zəif yerlərini araşdırıb tapa bilməyən mütəxəssislər necə adlanır? Buna da kriker deyirlər. Sonra, hakerlik sahəsində kifayət qədər biliyə, demək, biliyə malik olmayan, lakin digər hakerlərin utilitlərindən istifadə edərək kompüterlərin təhlükəsizlik sisteminə ziyan verə biləcək demək, mütəxəssislər nə adlanır? Bu da ssenari uşaqlarıdır.
Demək, baxaq 3-də A. Demək, ssenari uşağı. Biri kedi. Hə, 14-cü sualla davam eləyək. 14-cü sualla davam eləyək. Zəng gəlmişdi, yarımçıq qalmış. Demək, əməliyyat sistemini yaxşı bilən və eyni zamanda onun nüvəsini yenidən proqramlaşdıra bilən kompüter mütəxəssislərinə adlanır, hakerlər adlanır. Haker 1-ə getdi nə? Baxın, demək, 14-cü sualda. Hakerlər. 1-ə getdi B. 1-ə getdi B. Sonra ikinci nədir? Müxtəlif proqramların üzünün çıxarılmasına qoyulan müdafiəni ləğv edə bilən, lakin proqramın zəif yerlərini araşdırıb tapa bilməyən, demək, tapa bilməyən proqramlardan söhbət gedirsə, bu nədir? Demək, krikerdir. Krikerdir. Bu nədir? Qoy görək, burada nədir? Demək, 2-də kriker. C. 2-də G oldu nə? C variantı. C. 2-yə getdi C. 2-yə C. Sonra, üçüncüdə nədir? Hakerlik sahəsində kifayət qədər biliyə malik olmasa da, lakin digər hakerlərin tülidlərindən istifadə edərək kompüterlərin təhlükəsizlik sisteminə ziyan verə biləcək demək nələrdir? Mütəxəssislərdir. Bu da ssenari uşağıdır. 3-ə də getdi A. 3-ə də getdi A. 1B, 2E, 3-də A. 3-də A. D, E variantı. E variantı. 14-cü sualda cavabımız oldu nə? E variantı. İndi 15-ci suala keçid alırıq. Bazar günü Arif dostunun evinə qonaq getdi. Dostu ona qarşıdakı dayanacaqdan avtobusa minib geri qayıda biləcəyini dedi. Arif dayanacaqda 3 fərqli nömrəli avtobus gördü və anladı ki, dostunun verdiyi informasiya onu geri qayıtmaq üçün qərar qəbul etməyə kifayət etmir. Dostun verdiyi informasiyanın hansı xassəsi ödənilmirdi? Təkrar eləyirəm. Demək, deyir ki, burada bazar günü Arif dostunun evinə qonaq gedir. Dostu ona qarşıdakı dayanacaqdan avtobusa minib geri qayıda biləcəyini dedi. Arif dayanacaqda 3 fərqli nömrəli avtobus gördü və anladı ki, dostunun verdiyi informasiya onu geri qayıtmaq üçün qərar qəbul etməyə kifayət etmir. Dostunun verdiyi informasiya hansı xassəsi ödənilmir? Əgər verilmiş informasiyada kifayət qədər məlum deyilsə, bilik, o tamlıq informasiyasına aiddir. Ona görə 15-də cavabımız oldu C variantı. 16-cı suala keçid alırıq. Nə deyir? Deyir ki, cari zamana uyğun olan informasiya aktualdır. Ona görə 1-ə gedir, bax, B variantı. B. 1-ə getdi B. Ayrı-ayrı mənbələrdən eyni obyekt haqqında alınan və üst-üstə düşən informasiya necə informasiyadır? Etibarlı informasiyadır. Ona görə 2-yə getdi C. Sonra, başqasının fikrindən asılı olmayan informasiya. Başqasının fikrindən asılı deyilsə, bu da nədir? E variantıdır, obyektivdir. 1B, 2C, 3-də E oldu A variantı. 16-cı sualda. 17-ci suala keçid alırıq. Deyir, kompüter viruslarından qorunma səviyyələrinə aiddir. Kompüter viruslarından qorunma səviyyələrinə aiddir. Bax, virusların kompüterə daxil olmasının qarşısını almaq var. Sonra, virus hücumlarının təsirini minimuma endirir, bəli, var. Virus hücumlarının qarşısı alınır, bəli, bu da var. Oldu nə? 1, 4, 5 A variantı. İnformasiyanın biometrik sistemlərinə, biometrik mühafizə sistemlərinə demək nədir? Aiddir. İnformasiyanın biometrik mühafizə sistemlərinə aiddir. Mən inanıram ki, bunu bilirsiniz. Çünki hər dəfə bunu təkrar eləmiş oluruq. Gözün qüzeyli qışasının şəklinə görə tanınma. Demək, gözün qüzeyli qışası var. Düzdürmü? Gözün qüzeyli qışası var. Sonra, ovuc temperaturuna görə yoxdur, nitqin özəlliyinə görə
tanınma, bəli, var. Barmaq izlərinə görə, bəli, var. Üzün rənginə görə yoxdur. Demək, informasiyanın biometrik mühafizə sistemlərinə gözün qüzeyli qişası var, nitqin özəlliyinə görə tanınma var, bir də barmaq izlərinə görə də tanınma var. Demək, 1, 3, 4, 1, 3, 4, 18-də oldu nə? B variantı. Sonra 19-cu suala keçid alırıq. Demək, nə deyir burada? Deyir, ictimaiyyətə məxsus proqram təminatı. İctimaiyyətə məxsus public domain software, ictimaiyyətə məxsus proqram təminatı nədir? Sərbəst olaraq özü köçürülə bilən, müəlliflik hüququ ilə qorunmayan proqram təminatı ictimaiyyətə məxsus proqram təminatıdır. Ona public domain software deyirlər. Ona görə birdə nədir? Birdə B-dir. Birdə B-dir. İndi 2-yə baxaq. Şərti ödənişsiz proqram təminatı, demək, şərti ödənişsiz proqram təminatına müəlliflik hüququ ilə qorunan və pulsuz yayılan proqram təminatıdır. Pulsuz yayılan proqram təminatı şərti ödənişsiz proqram təminatıdır. Ona görə 2-yə getdi E variantı. İndi 3-ə baxaq. Özəl proqram təminatıdır. Özəl proqram təminatı müəlliflərin yaxud qanuni sahibinin xüsusi mülkiyyəti olan proqram təminatıdır. Ona görə də 3-ə də getdi C variantı. Bunları əzbərləyin. 1B, demək 1B, 2E, 3-də C. Ona görə də BEC. BEC. 19-da oldu E variantı. Keçid alırıq 20-ci suala. Deyir ki, uyğunluğu müəyyən eləyən. Mətn informasiyası, ədədi informasiya, bir də səs informasiyası. Demək, mətn informasiyası, suyun şırıltısı, telefonun zəngi, quşların səsi, film, klip, video çarx, şəkillər, sxemlər, çertiyojlar, bir də şeir, hekayə, reklam yazısı. Bunları neynəməliyik? Uyğunlaşdırmalıyıq. Gəlin uyğunlaşdıraq. Demək, şeirdir, hekayədir, reklam yazısıdır, bu mətnə gedir. Ona görə 1-ə getdi E variantı. Sonra. Ədədi informasiya. Baxaq görək. Demək, riyazi ifadələrdir, ədədlərdir, tarix, zamandır, verilənlərdir. Bunlar ədəd şəklində verilir. Ona görə 2-yə gedir A variantı. Sonra demək, 3-də nədir? Səs informasiyası. Suyun şırıltısıdır, telefonun zəngidir, ondan sonra quşların səsidir. Bu da səs informasiyasına aiddir. 3-ə də getdi nə? Demək, 3-ə də getdi suyun B variantı. E, A, B. Demək, E, A, B oldu nə? C variantı. Baxın, burada film, klip, video çarx var. Bu video informasiyanın təqdim olunma formasına aiddir. Sonra burada var şəkillər, sxemlər, çertiyojlar. Bunlar qrafik formada təqdim edilməyə aiddir. Demək, burada 20-də oldu. Mətn informasiyası, şeir, hekayə, reklam yazısına, şeirdir, hekayədir, reklam yazısıdır. Bunu mətn formasında təqdim edirik. Sonra ədədi informasiya, demək, burada suyun riyazi ifadələrdir, ədədlərdir, tarix, zamandır. Bu verilənləri biz ədədi informasiya formasında təqdim edirik. Sonra suyun şırıltısıdır, telefonun zəngidir. Bu da səs informasiyasına aiddir. Sonra süzgəc antivirus proqramlarının fəaliyyəti. Süzgəc antivirus proqramlarının fəaliyyəti deməkdən də nəyə nəzərdə tuturuq? Gəlin bir diqqət eləyək. Baxın, virusların çoxalma və zərər vurma məqsədi ilə, gəlin bir-bir bunlara baxaq. Deyir ki, virusların çoxalma və zərər vurma məqsədi ilə əməliyyat sisteminin etdikləri müraciətləri tutur, təhlükəli əməliyyatlara nəzarət eləyir. Demək, bu elə axtardığım cavabdır. Bu süzgəçlərin tərifidir. Bu heç. İndi gəlin obrisilərə nəzər yetirək. İndi obrisində nə deyir? Deyir, təkcə yoluxmuş faylları aşkarlamır,
həm də onların ilkin vəziyyətə qaytarmağa çalışır. İlkin vəziyyətə qaytarmağa çalışır. İlkin vəziyyətə həm demək təkcə yoluxmuş failləri aşkarlamır, həm aşkarlayır, həm də onları ilkin vəziyyətə qaytarırsa bu doktorların işidir. Sonra vaksinləşmə yolu ilə virusları aldadaraq proqramların yoluxmasının qarşısını ala bilər. Əgər proqramların yoluxmasının qarşısını alırsa, buna immunizatorların tərifini və buna vaksinlər də deyirlər. Sonra hər hansı məlum virusa yoluxmuş failləri aşkarlamağa imkan verir və eyni zamanda bunu detektorlardır bunlar. Əməli yaddaşa, bunun detektorların 2 dənə bax tərifini verirlər. Bu detektorlara aiddir. Demək, nəyə aiddir? Detektorlara. Bir dəqiqə, bunu sileyim. Detektorların işidir. Hər hansı məlum virusa yoluxmuş failləri aşkarlayır. Eyni zamanda əməli yaddaşda və xarici qurğularda yalnız onlara məlum olan virusları axtarır və onları tapır. Bu detektorların işidir. Həm D variantı kimi verə bilər tərifi, həm də E variantı kimi verə bilər. Mənə nə lazım idi? Süzgəc antivirus proqramlarının fəaliyyəti. O da A variantındadır. Sonra indi 22-ci suala nəzər yetirək. 22-də görək nə deyir. Deyir ki, informasiyanın yadda saxlanması prosesi deyil. Mətnin oxunması ötürülməsinə aiddir. Ötürür. Ona görə 22-də cavab A variantıdır. Sonra 23-cü suala diqqət eləyək. İnformasiyanın ötürülməsi prosesində iştirak edən elementləri ardıcıllıqla müəyyən eləyin. Demək, ardıcıllıqla gəlin müəyyən eləyək. Birinci neyiniyir? İnformasiyanın mənbəyi olur. Bax, birinci 3 gəlir. Düzdür. Sonra informasiyanın mənbəyi olur. Birinci informasiyanı mənbədən götürürük. Sonra onu kodlaşdırıcı qurğuya ötürürük. Sonra rabitə kanalına yola salırıq. Rabitə kanalından sonra dekodlaşdırıcı qurğuya ötürürük. Dekodlaşdırılır. Ondan sonra nə olur? Demək, dekodlaşdırandan sonra da ötürülür informasiyanın qəbul edicisinə, yəni 1-ə. Demək, birinci informasiyanın mənbəyindən götürdük. Sonra onu kodlaşdırıcı qurğu ilə kodlaşdırırıq. Sonra rabitə kanalı ilə yola salırıq. Rabitə kanalında o informasiyanın qəbul edicisindən əvvəl dekodlaşdırılır. Sonra informasiyanın qəbul edicisi onu neyinir? Qəbul eləmiş olur. Ona görə də bu ardıcıllıqla gedir. 3, 5, 2, 4, 1. 23-də. 24-də baxaq. Deyir ki, Troyan viruslarının növlərini müəyyən eləyin. Troyan viruslarının növlərini. Və uzaqdan idarə etmə proqramları Troyan viruslarına aiddir. Sonra demək, casuslar var. Detektorlar bu yox, müfəttişlər yox. Bir də reklam proqramları. Oldu nə cavab? 1, 2 və 5. 1, 2, 5. Sonra 25-ci suala nəzər yetirək. Müəllim dərsi izah edərkən şagirdlər hansı növ informasiya alır? Müəllim informasiyanı ötürür, o heç. Mən hal-hazırda danışıram. Neynirəm? İnformasiyanı sizə ötürürəm. Qarşı tərəf neynir? Bax, siz şagird olaraq neynirsiniz? İnformasiyanı həm demək neynirsiniz? Qəbul edirsiniz. Səslə. Səslə həm qəbul edirsiniz, eşidirsiniz. Həm də hal-hazırda ekranı görürsünüz. Həm görürsünüz, həm eşidirsiniz. Ona görə də cavab nə olur? 1 ilə 2 olur. Sonra, informasiyanın biometrik mühafizə sistemlərinə aid olanı müəyyən eləyin. Biometrik mühafizə sistemləri. Bayaqların biz bunun haqqında dedik əvvəlki suallarda. Demək, barmaq izlərinə görə var. Ayaq izlərinə görə yoxdur. Üzə görə tanınma var. Dırnağın quruluşuna görə yox, nitqin özəlliyinə görə var. Oldu cavab nə? 1, 3 və 5. 26-da. 27-ci suala diqqət eləyək. Deyir, uyğunluğu müəyyən eləyin. 27-ci sualda. Baxaq görək.
İnformasiyanın xassəsi, bax, tamlıq xassəsi var informasiyanın. Bir də anlaşıqlıq xassəsi var. 1-ə getdi, C ilə D. Bir də ötürülmədir, prosesdir. Sonra diskretlik alqoritmi xassəsidir. Sonra var emal xassədir. Sonra nə qaldı? Heç nə. 1 CD, 2 də AE. Demək 1 oldu CD, 2-yə də getdi nə? AE. Bu da belə. İndi gəlik təqdim olunur 28-ə. Deyir, Apple sözü K1, Home sözü də K2 açarla Sezar üsulu ilə şifrələnib. Uyğun olaraq, bax, bu sözü uyğun olaraq deyirsə, birinci yerdə yazılan sözdən, bax, bu alınıbdır. Birinci yerdə yazılan nədir? Apple. Bax. Apple-dan alınıb, bax, bu. Sonra Home-dan da alınıb nə? Home-dan da alınıb, bax, bu söz. K, R, P, H. Bax, bu söz alınıb. Düzdürmü? İndi nə deyir? Deyir ki, K1 və K2 açarlarını uyğun olaraq təyin edib. Əvvəl bunun açarlarını müəyyən eləyək. Bax, demək belədir. Apple sözünün açarı K1-dir. Home sözünün də açarı K2-dir. Apple sözündən uyğun olaraq deyirsə, birinci yerdə yazılan söz birinciyə uyğundur. İkinci yerdə yazılan söz ikinciyə uyğundur. İndi Apple-dan bax bunu alıb. Home-dan da bax bu sözü alıb. Gəlin bunlar arasındakı açara baxaq. Görək açar nədir? Neçədir bunların açarları? Demək, əlifbamızda verilib. Baxaq. A-dan E-yə gəlib. Bax, bu mənim A-mdır. Bu da mənim E-imdir. Açar sözə baxaq. 1, 2, 3, 4 ilə gəlib. Bax, buradan bura bunun açarı 4-dür. Baxaq, görək hansından mı 4-dürmü? P-dan T-yə gəlib. Bax, bu mənim P-mdır. Bax, bu da mənim T-mdır. Görək, bax, 1, 2, 3, 4. Baxın, 4. Demək, bax, bunun açarı, K1-in açarı neçədir? 4-dür. 4. İndi buna baxaq. H-dan K-yə gəlib. Bax, bu mənim H-mdır. K-yə gəlib. Baxın. 1, 2, 3. Bax, bunun da açarı neçədir? K2-nin də açarı 3-dür. Bax, bura qədər mən tapdım bunu. İndi deyir, yeni K1 üstəgələ K2 qiymətinə uyğun table sözünün şriftini müəyyən eləyin. İndi K1 ilə K2-ni cəmləyirəm. Bir dənə K açar alıram. Yazıram K1 üstəgələk K2. O da bərabərdir. K1 neçədir? 4 üstəgələk 3. Bu da eləyir 7. İndi mənim açarım 7-dir. Table-a uyğun K bərabərdir 7 açarı ilə şifrələyirəm table sözünü. Və yazıram table. Açarı da neçədir? 7-dir. İndi 7-yə uyğun bunu açarını açaq. Görək bu açar nəyi verir bizə? Bax, gəlin bunu silək, bu hissəni. Demək, T. Bax, bu mənim T-mdır. 7-yə baxaq. 1, 2, 3, 4, 5, 6, gəldi 7 burada yazıldı. Oldu A. Sonra A-ya baxaq. Bax, bu A-dır. Düzdür, A-dır. A-dan 7 dənə sağa yenə şifrəliyirəm axı. Bu A-dır. 1, 2, 3, 4, 5, 6, 7. Bax, gəldi H oldu. A, H. Bax, belə oldu. Düzdürmü? Sonra gəlirəm B-yə baxıram. B-dan 7 dənə o tərəfə yazıram. B-dan 7 dənə o tərəfə. 1, 2, 3, 4, 5, 6, 7. İ alır. A, H, İ. Sonra gəlir L-ya baxıram. Bax, bu L-dır. 7 dənə o tərəfə. 1, 2, 3, 4, 5, 6, 7. Bax, bu S oldu. İndi E-yə baxıram. E-yə baxıram. Bax, bu E hərfidir. İndi 7 dənə sağa sayaq. 1, 2, 3, 4, 5, 6, 7. Gəldi, durdu L-dır. Demək, table-ı K bərabərdir 7 açarı ilə aldım yeni bir dənə söz. O söz hansıdır? A, H, İ, S, L.
Bax, bu sözü aldım. Aydındır. Demək, birinci neynədir? Apple sözünü K1 haçarla, bu K1 hansısa bir rəqəm ola bilər, amma verilməyib. Home sözünü də K2 haçarla Sezar üsulu ilə şifrələyib. Uyğun olaraq deyir, aldığım sözlər budur. E, T, T, P, I, bir də K, R, P, H-dır. Bu ifadələri almışam. İndi bax, Apple-dan E, T, T, P, I-ni aldım. Buradakı açarı tapdım ki, K1 4-üymüş. Home-dan da demək, nəyə tapmışam? Home-dan da K, R, P, H-ni tapmışam. Burada da açar məqamı tapdım ki, K bərabərdir 3-dür. Deyir, yeni sözü K1 üstə gələ K2 açarla şifrələyib table sözünü. K1 ilə K2-nin cəmiyi 7-dir. İndi 7 açarla da bunu neynədim? K-sı 7-dir. 7 ilə neynədim? Şifrələdim və yeni söz, bax, bu sözü aldım. Cavab bax, budur. İndi gəlirik 29-cu suala. Məndən nəyə soruşur? Yeni sözü. Table demək. K bərabərdir 7 açarla şifrələndi. Nalında A, H, A, H, nə? A, H, I, S, L. A, H, I, S, L. Bax, bu sözü aldıq. Ümid eləyirəm, aydındır. Aydın olmasa, təkrar bir də arxaya çəkin, təkrar izdaha bir də baxın. Onsuz da səhər 1-ci gündür, hazırlıqda bir izdah eləmiş olacaq. 29-cu suala baxaq. İndi burada nə deyir? Sadə sual nümunəsidir. Deyir ki, birincidə nə deyir? Birincidə deyir ki, A ədədinə aşağıdakı göstərilmiş əmrlər tətbiq olunub. Bax, bu əmrlər bir gələndə ədədin üzərinə 1 əlavə eləyəcəm. İkinci nömrə gələndə alınan nəticəni kvadrata yüksəldəcəm. Üçüncü nömrə gəlinərsə alınan nəticədən 2 çıxmalıyam. Ədədin özü A bərabərdir 2-dir. Bax, ardıcıllıqda budur. Bax, bununla bərabər gedirəm. A 2-dir. Nə deyir burada? Deyir, birinci 1-i yerinə getir. 1. Bax, bu 1-i yerinə getirirəm birinci. Bax, birinci 1-i yazıram. 1-də nə deyir? 1-də deyir ki, ədədin üzərinə 1 gəl. Bax, üzərinə 1 gəldim. Sonra deyir, 3-ü yerinə getir. 3-də deyir, nə deyir? Alınan nəticədən 2-ni çıx. 2-ni çıxıram. Bax, 2-nin üstünə 1 gələm. 3, 3-dən 2-sini çıxdım, qaldı 1. İndi deyir, 2-ni yaz. 2 nədir? Alınan ədədi kvadrata yüksəl. 1-in kvadratı neçə eləyir? 1. Sonra deyir, 1-i elə. 1 nədir? Üzərinə 1 əlavə et. Bunun üzərinə 1 əlavə eləyirəm, eləyir 2. Sonra deyir, 3-ü yerinə getir. Nəticədən 2-ni çıx. Bax, 2-dən 2-ni çıxıram, qalır 0-ı. Sonra deyir, 1-i yaz. 1 nədir? 1 də deyir, ədədin üzərinə 1 əlavə elə. 0-ın üstünə 1 əlavə eləyirəm, olur 1. Demək, cavab neçədir? 1-dir. Ümid eləyirəm, aydındır. Sonra nəhayət gəlirik 30-cu suala. Deyir, rəqəmləri müxtəlif olan ixtiyari 3 rəqəmli natural ədədin rəqəmlərin kvadratları yanaşı yazılaraq yeni ədəd alınır. Alınmış yeni ədədin rəqəmləri cəminin ən çox neçə ola biləcəyini müəyyən edin. Gəlin, biz bilirik ki, ədəd var, riyaziyyatdan keçmişik. Biri də var rəqəm. Biz bilirik ki, rəqəmlər yanaşı yazılaraq ədədlər əmələ gətirir. Məsələn, 1, 2 özü nədir? Rəqəmdir. Amma 3 özü də rəqəmdir ayrılıqda. Amma mən 2 ilə 3-ü yanaşı yazsam, bu öcə bizə nə verir? Ədədi vermiş olur. Ümid edirəm ki, bu hissə sizə riyaziyyatdan aydındır. İbtidai sinifdə biz bunu keçmişik. İndi nəyə diqqət edirik? Deyir ki, rəqəmləri müxtəlif olan ixtiyari 3 rəqəmli natural ədəd daxil olunub. Mən bilmirəm. Hansısa bir ixtiyari 3 dənə demək nədir? 3 rəqəmli natural ədəddir. Məsələn, 3 rəqəmli natural ədəd indi atıram bir dənə. Məsələn, yazıram 123. Məsələn, 679. 386. İstənilən bir ədəd ola bilər. İstənilən bir ədəd düzəldə bilərəm bunlardan. Düzdürmü? İndi burada nə deyir? Deyir ki, ixtiyari 3 rəqəmli natural ədədin rəqəmlərinin kvadratları yanaşı yazılaraq yeni ədəd alınır. Əvvəl mən ədədin kvadratlarını bax yazıram. Bax, məsələn,
1-in kvadratı neçədir? 1-dir. 2-nin kvadratı 4-dür. 3-ün kvadratı 9-dur. 4-ün kvadratı 16-dır. 5-in kvadratı 25-dir. 6-nın kvadratı 36-dır. 7-nin kvadratı 49-dur. Sonra 8-in kvadratı 64-dür. 9-un kvadratı 81-dir. Aha. Deyir indi, ixtiyari 3 rəqəmli natural ədəd rəqəmlərin kvadratları yanaşı yazılaraq yeni ədəd alınır. Alınmış yeni ədədin rəqəmləri cəmini ən çox neçə ola bilər? Məsələn, tutaq ki, burada rəqəmlər cəmi. Tutaq ki, mən yazıram 7, 8, 9. Bax, 7-nin kvadratı neçədir? 49-dur. Düzdürmü? 49. Bax, 49-un rəqəmləri cəmi neçədir? 13. 9-un üstünə 4 gələm 13 eləyir. Düzdür. Məsələn, 8-in kvadratı neçədir? 64-dür. 6-nın üstünə 4 gələndə neçə eləyir? 10 eləyir. 9-un kvadratı neçədir? Bax, 9-un kvadratı 81-dir. Düzdürmü? 8-in üstünə 1 gələndə neçə eləyir? 9 eləyir. Düzdür. Bax, bunların ədədlərinin cəmi neçədir? 13-ün üstünə 10 gələndə 23, 23-ün də üstünə 9 gələndə neçə elədir? 32. 32. Amma indi başqasını götürürəm. Məsələn, götürürəm, bax, götürürəm, tutaq ki, 3, 4, 5. Bax, 3-ün kvadratı neçədir? 9-dur. Bax, 9. 4-ün kvadratı neçədir? 16. 5-in kvadratı neçədir? 25-dir. Bax, 9 elə bir dənə 9 yazılasıdır. Çünki 2 rəqəmli ədəd deyil, bir rəqəmli ədəddir. Onu nə ilə toplaya bilərəm? Elə 9-un özü qalır. 16. 16-nın rəqəmlərinin cəmi 7-dir. 25. 25-in rəqəmlərinin cəmi neçədir? Bu da 7-dir. Bax, 9-un üstünə 7 gələm, eləyir 16. 16-nın da üstünə 7 gələndə neçə eləyir? 23 eləyir. Bax, burada toparlayanda ən böyüyü 32 eləyir. 32-dən o tərəfə demək neyləmək olmaz? Demək alınmır. Məndən nəyə soruşurdu? Məndən soruşurdu ki, rəqəmləri müxtəlif olan ixtiyari 3 rəqəmli natural ədədin rəqəmlərinin kvadratları yanaşı yazılaraq yeni ədəd alınıb. Alınmış yeni ədədin rəqəmlərinin cəmi ən çox neçə ola bilər? Baxın, ən çox 32 tapdım. Başqası heç cürə alınmaz, başqa cür alınmır. Ancaq 32-dən alınır. Məsələn, 32 olur, 32-dən artıq olmur. Məsələn, burada başqa bir 32, bir dənə də 32 ala bilərsiniz. Məsələn, 789 yazmazsınız, bir dənə başqasını yazarsınız. Məsələn, belə yazaram, bax. 789-un əvəzinə belə də yazaram. Bu, məsələn, yazaram. 879. İndi bir dənə buna da baxaq. 8-in kvadratı 64. 6 ilə 4-ün cəmi 10-dur. Üstə gələk. 7-nin kvadratı 49. 9 ilə 4-ün cəmi 13-dür. 9-un kvadratı 81. 8 ilə 1-in cəmi də 9-dur. İndi bunu toparlayaq. 13-ün üstünə 10-un üstünə 13 gəlirsən, yenə 23, 23-ün üstünə 9 gəlirsən, yenə 32 eləmiş oldu. Baxın, ən böyük demək, ən çox neçə ola bilər? Ən çox 32 ola bilər. Demək, biz bununla sizlə DİM 20 sınaq kitabından birinci demək sınağın izahına baxmış oldum. Ümid eləyirəm ki, sınaq sizə aydın olmuş oldu. Sağ olun, hələlik.